Salam dostlar. İndi sizə 4-cü sinif riyaziyyat dərsliyin 1-ci hissəsinin səhifə 56-57-ni izah edəcəm. İndi tapşırıq 1-ə baxırıq. Təsvirlərə uyğun tənlik qurun və həll edin. Bunu belə qura bilərik. 126 var. Burada isə 3 dənə A düzbucaqlısı var ya da kvadratı. Onu onda dəftərdə 3 hissəyə bölürsünüz. Gözləyin, dəftərimizdə dəftərimdə qeyd etmişəm. Gözləyin bir dəqiqəlik. Görürsünüz, bunu izah etmişəm. Qeyd etmişəm dəftərimdə. İndi keçək tapşırıq 2-yə. Tapşırıq 2-yə hələ keçməyək. A vur 3 bərabərdir 126 cm. A variantı. A bərabərdir 126 böl 3. A bərabərdir 42. Bunu qeyd edin. Deyə bax, burada isə qeyd etmişəm. İndi hələ ki isə indi göstərəcəm sonrasını. İndi keçək tapşırıq 2-yə. Tənlikləri həll edin, cavabın doğruluğunu yoxlayın. Bunun sadəcə hamısını yazmaya ehtiyac yoxdur ki, 3-ün 4-ünü yazsanız bəsdir. Deyə görürsünüz, burada qeyd etmişəm. Bunlarda baxın, yazın. 4 dənəsini yazmışam mən. Baxın və qeyd edin. İndi isə keçək tapşırıq 3-ə. Əvvəlcə bərabərliyin sağ tərəfini yoxlayın, hesablayın, sonra isə tənlikləri həll edin. 7 vuryu bərabərdir 55 üstəgəl 1. Bunun cavabı asandır. Gözləyin, indi göstərirəm. Deyə bax, burada görürsünüz, cavabı yazmışam. O birisi tərəfdə də yazmışam. Gözləyin. Bu tərəfdə biri yazmışdım sadəcə. İndi burada isə ikisini yazmışam. Görürsünüz, lap başda. Yazın və həll edin. İndi keçək 4-ə. Suallara cavab vermək üçün tənlik yazın və həll edin. A variantına baxaq. 9-u hansı ədədə vurduqda 99 alınır? Bunun cavabını tapa bilərik. Məsəl üçün, A variantını qoyub 9 vur C bərabərdir 99. C bərabərdir 99 böl 9, C bərabərdir 11. C yazmayın, təkcə başqa istədiyiniz hərflərlə də yaza bilərsiniz. Keçək B-yə. Keçək B-yə burada. 27-nin hansı ədədə böldükdə 3 alınır? İndi burada yazmışam. 27 böl x bərabərdir 3. X bərabərdir 27 böl 3, x bərabərdir 9. Başqa hərflər də yazın. Mən sadəcə B variantına qədər yazmışam və neysə. İndi isə keçirik 5-ə. Hər birində eyni sayda düymə olan 5 qutuda cəmi 75 düymə var. Hər qutuda neçə düymə var? Qoy ekranı biraz yaxınlaşdırım. Burada görürsünüz. Sualı həll edin. Qeyd etmişəm hamısını. Deyə bax, burada qeyd etmişəm. Deyə bax, burada. 75 böl 5 bərabərdir 15. Cavaba da yaza bilərsiniz ki, hər birində eyni sayda olan qutuda 15 düymə var. Bunları yazın və bitəcək. İndi isə keçək 6-cı tapşırığa. Bidonda 18 süd var idi. Əsmər nənə bu südü bir neçə qaba bərabər payladıktan sonra hər qabda 3 litr süd oldu. O bidondakı südü neçə qaba payladı? Bunu da izah edə bilərəm. Deyə dəftərimdə qeyd etmişəm. Baxın, burada. 18 böl 3 bərabərdir 6 yazın. 6 da yazın ki, cavab Əsmər nənə bidonda olan 18 litr südü 6 qaba payladı. İndi isə keçək son tapşırığımıza. Gözləyin bir dəqiqəlik. Kameranı biraz uzaqlaşdırım. Görürsünüz.
Elxanın anası bişirdiyi qutabları 4 boşqaba bərabər payladı. Hər boşqabda 8 qutu oldu. Ana neçə qutab bişirmişdi? Burada qeyd etmişəm. 4 vur 8 bərabərdir 32. Alta da yazın ki, cavab Elxanın anası 32 qutab bişirmişdi. İndi isə bu qədər. Növbəti dərsimizdə görüşərik. Bağışlayın, o birisi dərsləri həll eləməmişəm, amma bunu həll edirəm. Gələn səfərlər çox video qoyacağam. Sağ olun, növbəti videoda görüşənədək.